Salam balaca filosof. Ötən videoda su bizə öz dərinliyimizə enməyin gözəlliyini göstərdi. Bu dəfə isə gəl baxışlarımızı yuxarıya, səmaya doğru qaldıraq. Çünki havanın bizə deməyə çalışdığı bir sir var. Heç fikir vermisən, səmada nə başlanğıc, nə də son yoxdur. Sərhədsiz bir genişlik, tələsməyən bir sonsuzluq var. Qədim filosoflar deyirdi, hər şey axır. Buludlarda, fikirlərdə, hisslərdə axır. Heç bir eyni qalmır. İndi təsəvvür et ki, sən səmasan. Düşüncələrin isə buludlardır. Bəzən ağ və yüngül, bəzən qara və ağır, bəzən ildırım daşıyan, bəzənsə yağış yağdıran. Buludlar gəlir və gedir, formasını itirir, sonra yenisini alır. Dağılır, toplanır və yenə də dağılır. Amma səma qalır. Heç bir bulud səmanı azalda, heç bir fırtına onu sındıra bilmir. Nietzsche insanı özünü aşan varlıq adlandırırdı. Özünü aşmaq, bulud olduğunu zənn etdiyin anda səma olduğunu xatırlamaqdır. Ən dərin azadlıq da elə budur. Hiss etmək, amma hissin içində itib getməmək. Kədərlənmək, amma kədərə çevrilməmək. Sevinmək, amma sevincdən asılı qalmamaq. Çünki sən keçici bir düşüncə, bir anlıq qorxu, bir günün kədəri və ya sevinci deyilsən. Sən o genişliksən ki, dəyişən hər şey səndən keçir. Amma heç biri səni müəyyən etmir. Bu dünya sənə 1000 ad verəcək. Bəzən uğurlu, bəzənsə uğursuz. Bəzən güclü, bəzənsə zəif. Amma bu adlar günlük hava proqnozu kimi tez-tez dəyişəcək. Sən isə hava şəraiti deyilsən. Sən böyük bir səmasan. Başını qaldır balaca filosof. Göydə gördüyün o sərhədsiz genişlik sənin içindədir. Azadlıq isə içindəki o səmanı görə bilməkdir.